Birinci sualda deyir ki, cümləsində budaq cümlənin xəbəri feilin hansı şəklindədir? Evə hakim göndərdim ki, burada ki ilə bağlanıb görsün ki, ki ilə bağlanan cümlələrdə də bir dənə zaman əlaqəsinin çıxmaq şərti ilə digər bütün formalarda birinci cümlə baş cümlə olur, ikinci cümlə budaq cümlə olur. Bu cümlədə deməli, ki-ni çıxarıb yerinə anda əndə feili bağlamasını qoya bilirəmsə, əgər əvəzlənirsə, onda olur zaman əlaqəsi. Zaman əlaqəsi olanda birinci budaq olacaq. Şimdi budaq dairəm bir təxsil. Birinci budaq, ikinci baş verəcək. Bu cümlədə isə evə həkim göndərəndə xəstəni müayinə etsin. Uyğunlaşmadığına görə, deməli mən bu sxemim düzgün deyil. Deməli bu zaman əlaqəli tabeli mürəkkəb cümlə deyil. Digər məna növlərində digər məna növü sizə düşmür deyə çox dərinliyə getmək istəmirəm. Sadəcə onu bilin ki, bir dənə bu ki-ni anda ilə əvəz edilən əgər alınırsa deməli zaman əlaqəsi olur. Zaman əlaqəsi olanda da bu cümlə olacaq budaq cümlə, ikinci cümlə ki-dən sonraki cümlə olacaq baş cümlə. Amma bu cümlədə mən ki-ni anda ilə əvəz edə bilmirəm deyə, əvəzləsəm də məna alınmır deyə birinci cümlə baş cümlə olur, ikinci cümlə budaq cümlə olur. Həmişə də baş cümləyə tərəf olur oxun işarəsi. Mənə nə deyir? Budaq cümlənin xəbəri feilin hansı şəklindədir? Feilin şəkillərində bilirsiniz, vacib, arzu, şərait, lazım və s. Müayinə etmək, burada görürsünüz ki, hər hansı bir zaman şəkilsi yoxdur. Ya xəbər şəkli deyil, arzu şəklinin AR şəkilsi yoxdur, şərt şəklinin səhəsi yoxdur, vacib şəklinin malı vəzi yoxdur. Həmin şəklindədir. Feilin kökü də adi. 2. Hansı fikir hara getsə əlindən qurtarmayacaq və nə qədər bir götürsə bir şey çıxmır cümlələrin hər ikisini aid edə bilər. Deməli, burada hara getsə sasə ilə bağlanır. Sasədir, sonra sa istəyənlisin, dadədir, sonra sa istəyənlisin belədir. Bir də m. Bunlarla bağlananda birinci budaq gəlir. Deməli, hər iki cümlədə birinci budaq gələcək, ikinci baş gələcək. Hər iki cümlənin sxemi budur. Deməli, budaq cümlələr baş cümlələrdən əvvəl işlənmişdir. Yine alayım. Hansı tabeli mürəkkəb cümlədə budaq cümlə baş cümlədən əvvəl işlənmişdir? Yəni bu sxem olsun. Budaq cümlə birinci gəlsin, baş cümlə ikinci gəlsin. Onu bayaq dedim. Elə danış ki, xoşunuz gəlsin. İndi burada ki-ni mən anda ilə əvəz edeyim. Elə danışanda xoşunuz gəlsin. Uyğunlaşmır. Deməli, burada baş cümlə birincidir. Bizə dedilər ki, bizə deyəndə burada gözləyək. Mənası. Deməli, burada. Məlum oldu ki, sabah yoxlama gələcək. Məlum olanda sabah yoxlama gələcək. Nə alacaq? Mənası şunu. Elə müəllimdir ki, bütün şagirdlərə can yandırır. Elə müəllim anda ümumiyyətlə bu cümlə heç elə gəlirdim ki, qonşu ilə rastlaşdım. Elə gələndə qonşu ilə rastlaşdım. Əvəz edə bilirəm. Heç eləni çıxım, elə burada ədatdır. Gələndə qonşu ilə rastlaşdım. Deməli, birinci nədir? Budaqdır, ikinci başdır. Fərqi nədir? Sonuncu zaman əlaqəli budaq cümlədir. Ona görə birinci budaq, ikinci baş gəlir. Digərdir, amma digər məna növləridir. İndi məna növləri sizə lazım deyil. Çox dərinliyə getməyə ehtiyac yoxdur. 4. Biri tabeli mürəkkəb cümlədir. Tabeli mürəkkəb cümlədə deməli, tabelisi keçəndə demişdik. Əgər ancaqla bağlanırsa, qarşılaşdırma bağlayıcılar var da, amma ancaq, lakin, fəqət, halbuki isə bunlarla bağlanırsa, bunlarla bağlanan zaman düzdür, doğrudur, hərçənd sözlər işlənərsə cümlənin əvvəlində o olur tabeli mürəkkəb cümlə. Əgər bu olmasa, düzdür sözü olmasa burada, bu özü bu cümlə tabelisiz mürəkkəb cümlədir. Amma burada düzdür sözü var deyə mən bunu tabeli mürəkkəb cümlə götürəcəm. Əslində, yağdı yağışlar, banladı quşlar, tabelsizdir. Musiqi səsi kəsildi, köpək ağlamaya başladı. Burada aid deyil, səslədilər, hay verən olmadı. Bu da tabelsizdir, baxmaq əyri, görmək
Baxmaq ayrı, görmək tamam ayrı. Bu ümumiyyətlə əlaqəsi yoxdur. 5. Hə, bunu deyəcəkdim. Burada düzdür sözü olmasa, tabesiz mürəkkəb cümlə olur. İndi deyəsiniz ki, sərt danışır da üçüncü şəxsdir, qiyamət oğlan da üçüncü şəxsdir. Necə olur bu? Yenə tabesiz mürəkkəb cümlə olur. Ona görə ki, danışır sözü feili xəbərdir, oğlan da sözü ismi xəbərdir. O mürəkkəb cümləni keçəndə demişdik. Əgər cümlədə xəbərlərin biri müştərək mübtəda olsa belə, xəbərlərin biri ya ismi xəbərdə olsa, digər feili xəbər olsa, ya şəkilləri fərqli olsa, ya zamanları fərqli olsa, onun mənaları mürəkkəb cümlə kimi götürülür. 5. Fikirlər hansı cümləyə aiddir? Birinci budaq sonra baş dərsin, təkmili cümlədə məişət olsun. Sən o zaman rahat ola bilərsən ki, hər kəs üzərində düşənin vaxtını yeni edir. Sən rahat ola biləndə uyğunlaşma görürsün ki. Məktəbə çatmağa az qalanda telefonum zəng saldı. Nə oldu? İndi ki gəlmirlər, onda get. Burada indi ki gəlmirlər, onda get. Yox, burada heç əlaqəsi yoxdur. Musiqi səsi eşidilir, məclisdəkilər dayanmadan oynayırdılar. Eşidilir nə? Musiqi səsi, məclisdəkilər dayanmadan oynayırdılar. Oynayırdılar. Kim məclisdəkilər? Bu tabesi mürəkkəb cümlə, tabeli deyil. Elə ki müdir kürsüyə qalxdı, hamı susdu. Susdu kim? Hamı. Kürsüyə qalxdı kim? Müdir. Bu özü müəyyən şəxsi cümlələr. İkincisi ki, elə ki var burada. Elə ki var deyə. Həm də ki, elə ki müdir kürsüyə qalxdı. Ardını tələb edir. Ona görə tabelidir. Aha, 6. Birlik var, orada dirlik var cümləsində hansı bağlayıcı söz? Harada? Deməli 7-ci sualda eyni söz yazıblar. Burada da eyni söz. Neyse. Elə harada sözünü. Sonra 7. Harada birlik var, orada dirlik var. Tabeli mürəkkəb cümləsində baş cümlənin mübtədası müəyyəndir. Deməli baş cümlənin mübtədası deyirsə, hara nədir? Sual əvəzliyi. Sual əvəzliyi demişdik, nə olur? Tabeli mürəkkəb cümlədə. Olur bağlayıcı söz. Bağlayıcı söz hansı cümlədə olur? Budaq cümlədə. Deməli, birincisi budaq cümlədir, ikincisi baş cümlədir. Həm də ki, burada budaq cümləyə qarşılıq söz işlənir. Harada, orada, kim, o. Məsələn, bu tipli sözdə burada deyilən söz, bu harada sözü, orada sözünə sual verir. Sanki orada bu harada sözünə cavab kimi işlənir. Əgər cümləyə fikir versək. Buna qarşılıq söz deyilir. Amma bu orada sözü birinci cümlədə gəlsəydi, məsələn, orada tam uyğun gəlməyəcək. Necə bir cümlə quraq? Məsələn, deyilin ki, kim danışmaq istəyirsə, o danışsın. Burada kim sözü o sözünə sanki sualıdır. O sözü sanki kim sözünə cavab olaraq yaranır. Amma həmin o sözünü mən gətirib əsas bu tərəfdə işlətsəm, harada sözünü çıxıram. Məsələn, orada sözü gəlib baş cümlədə işlənsə, bu biri tərəfdə işlənsə, mən ona qarşılıq söz deyə bilmərəm. Əvəzlik qərib deyəcəm. Əgər birinci cümlədə işlənərsə əvəzlik qərib, bağlayıcı sözə cavab olaraq işlənsə qarşılıq söz adlanır. İndi burada mənə nə deyir? Baş cümlənin mübtədası. Var, nə var? Dirilik. İkinci cümləni təhlil etmək. Çünki baş cümlə ikinci cümlə. Dirilik sözü mübtədası. Ona görə olacaq belə. 8. Mürəkkəb cümlənin hər iki növü üçün ortaq əlamət hansıdır? Deməli, bərabər hüquqlu sadə cümlələrdən təşkil olunma. Bərabər hüquqlu yox, tabeli mürəkkəb cümlə. Bu tabesizdən tabelidən gedir söhbət. Tabeli mürəkkəb cümlədə bərabər hüquqlu olmur. Biri digərinə tabe olur. Baş və budaq cümlədən ibarət olmaq. Tabeli mürəkkəb cümlədə baş və budaq cümlə anlamı olmur. Bağlayıcı sözlərin iştirakı, bağlayıcı söz tabeli mürəkkəb cümlədə olur. Tərkib hissələri məna və qrammatik sistemi bağlı və
Hər ikisində tərkib hissələri məna və qrammatik cəhətdən bir-birinə bağlanmalıdır. Əgər məna olmasa, hətta qrammatik cəhət olmasa, onda həmin cümlə məna nə istər tabe olsun, istər tabesizlik mənası olur. Əsasən tabesizlik bağlayıcıları ilə əlaqələnmək, bu əsasən tabesizlik bağlayıcıları ilə əlaqələnmək tabesiz mərkəb cümlədir. 9. Kimin gücü var, gücsüzün papağını başından götürüb qaçır. Tabe mərkəb cümləsində budaq cümlə baş cümləyə hansı vasitə ilə bağlanmışdır? Deməli, burada kim sözü işlənir burada? Kim nədir? Sual əvəzliyi. Bayaq dedik, sual əvəzliyi nə adlanır? Bağlayıcı söz. Deməli, bu bağlayıcı sözlə bağlanır. 10. Onda nə istəyir məndən? Kim ki işlə məsuliyyətlə yanaşır, o həmişə baş uca gəzir. Tabe mərkəb cümləsində sadələşdirəndə ötürədən nə ilə ifadə olunur? Sadələşdirəndə dedik, nə edirdik? Bağlayıcı sözü atırdıq, sonra qarşılı sözü atırdıq, bağlayıcı vasitələr varsa onları atırıq, əvəzlik qəlb varsa atırıq. İşinə məsuliyyətlə yanaşan, həmişə başı ucu gəzənlər işinə məsuliyyətlə yanaşanlardır. Bu cümləni, bax, baş cümlə gəlir bura. Bağlayıcı sözün yerinə. Həmişə başı uca gəzənlər işinə məsuliyyətlə yanaşanlardır. Deməli, nə ilə ifadə olunur? Feili sifətin. Bu feili sifət tərkibi. Feili sifət nədir? Feili sifət tərkibi. Şimdi sual verirəm. Məsuliyyətlə yanaşanlar kimlərdir? Həmişə başı ucu gəzənlər. Onu da bilirlər ki, xəmirimə özgə mayası qatmamışam. Tabil mərkəb cümlə tərkibindəki baş cümlə sadə cümlənin hansı növünə aiddir? Onu da bilirlər ki, anda ilə əvəz edirəm. Onu biləndə deyə bilmirəm. Deməli, bu baş cümlədir. Bu budaq cümlədir. Aha, bu da deməli budaq cümlədir. Bu da baş cümləyə tərif. Mənə nə istəyir? Baş cümlə sadə cümlənin hansı növünə aid? Onu da bilirlər ki, kim? Onlar. Qeyri-müəyyən şəxsli. Qeyri-müəyyən şəxsli də dediyi nə tələb edirdi? Özündən əvvəl onlar sözünü tələb edirdi. Əgər onlar sözünü tələb edirsə, olur. Qeyri-müəyyən və əgər mən, sən, o, biz, siz suallarını tələb edirsə, bu olur müəyyən şəxsi cümlə. Sonra 12. Aşağıdakı bəndlərdən verilmiş tabeli mürəkkəb cümlə. Baş cümlə budaq cümlənin əvvəl gəlmişdir. Yəni mənə deyir ki, baş cümlə birinci olsun, sonra budaq cümlə olsun. Çobanın sözü qurtarmamışdı ki, ox səsi eşidildi. Bunu mən dəyişirəm. Çobanın sözü qurtarmamış, ox səsi eşidildi. Burada təkcə anda ilə əvəz eləməkdir. Burada mamış bütöv feili bağlama şəkilçisidir. Feili bağlamada bilirsiniz də, anda, mışdıq, anda, sonra araq, mamış və s. madan və s. şəkilçiləri var. Yəni, bu özü feili bağlama şəkilçisidir deyə mən bunu bir də andanı artırmayacağım. Çobanın sözü qurtarmamış, ox səsi kəsildi, eşidildi. Burada deməli feili bağlamı var və uyğunlaşırdı. Kini artıram uyğundur deyə. Deməli mən bu cümlədə birinci budaqdan sonra başlayım. Məclis təzə qızışmışdı ki, arvad balkona çıxdı. Məclis təzə qızışanda arvad balkona çıxdı. Deyə bilirəm. Deyə bilirəmsə, deməli burada da birinci budaqda, ikinci baş. Ülfət qalxıb atasına kürsü vermək istəyirdi ki, Kərimzadə aşağı başdakı kürsüdə oturdu. Ülfət qalxıb atasına kürsü vermək istəyəndə və anda ilə əvəz elədim, alındı. Deməli, burada da birinci budaqda, sonra başdı. Vuruldum o günkü şeirə sənətə, unutdum sevdiyim əyləncələri. Vuruldum o günkü şeirə sənətə, bu ümumiyyətlə, bu cümlə tabelilik əlaqəsi yoxdur. Bu
Yəni tabi mürəkkəb cümlədir. Sadəcə burada birinci baş cümlə gəlir, sonra budaq cümlə gəlir. Oğlan o zaman kəndə çatdı ki, cəmaət onlara tərəf axışdı. Oğlan o zaman kəndə çatanda cəmaət onlara tərəf axışdı. Biraz dəxilsiz olur da cümlə. Burada deyir ki, əslində zaman əlaqəlidir burada. Oğlan o zaman kəndə çatdı ki. Burada da zaman əlaqəsi var da, burada da budaq cümlə. Və sana bunu cavab. Burada niyə E variantı olacaq? İndi onu izah edeyim. Burada cümlədə deyir ki, oğlan o zaman kəndə çatdı ki, cəmaət onlara tərəf axışdı. Axışırdı, daha doğrusu. Burada demək istədiyi məna nədir? Oğlan, məsələn, çatan cəmaət onlara tərəf axışanda oğlan çatdı ora. Kəndə çatdı, o mənadadır. Amma mən burada andanı artırsam, oğlan o zaman kəndə çatanda cəmaət onlara tərəf axışdı. Cümləni çevirəndə amma belə olur ki, oğlan kəndə çatdı, ondan sonra cəmaət onlara tərəf axışır. Yəni əslində bu sualda biraz mənasızlıq var. Biraz çox. Yəni əslində burada da zaman əlaqəsidir. Belə baxanda burada da birinci budaq, sonra baş gəlir. Amma yəqin mənasına görə fikirləşirlər ki, mənasına görə birinci baş, sonra budaq gəlsin, amma əlaqəsi yoxdur. Yəni burada da eyni şeydir. Yine burada D variantına baxmaq olardı. Yine de burada D variantına baxmaq olar ki, o biraz məsələn, əgər sadələşdirsəm cümləni, sevdiyim əyləncələri unudanda, yox, əsaslı, şeirə sənətə vurulanda sevdiyim əyləncələri unutdum. Cümləni sadələşdirəndə belə olur. Yine de burada D variantı ola bilər. E variantı heç uyğun gəlmir. 13. Hava nə qədər təmiz, nə qədər ətirli idisə, meşə o qədər munis, çəmən o qədər ürəksən tabi məkəb cümləsində budaq cümlənin qədasını müəyyənləşdirin. Burada sasə ilə bağlantı görürsünüz ki, bayaq dedim, sasə ilə bağlanan nə olur? Birinci budaq gəlir, yuxarıdakı quruluş. İkinci budaq, sonra baş cümlə gələcək. Deməli, nə deyir? Budaq cümlənin. Budaq cümlənin mübtədası. Budaq cümlə birinci cümlədir. Ətirli idi nə? Hava. Deməli, hava mübtədadır. 14. Sultan razılıq versə, bu qışı Qarabağda qalar, yazda Diyarbəkirə qayıdarıq cümləsinin haqqında deyilənlər hansı səhvdir? Sultan razılıq versə, sasə ilə bağlantı. Deməli, nədir? Birinci budaqdır, sonra başdır. Birinci budaq, sonra baş cümlə işlənir. Deməli, nə deyir burada? Səhv tap, budaq cümlə, baş cümlə sasə ilə bağlamışdır. Baş cümlə, budaq cümlədən sonra işlənmişdir. Düz, budaq cümlə həmçinin xəbərli sadə cümlədir. Budaq cümlə həmciz xəbərli sadə cümlədir. Budaq cümlədə həmciz xəbər yoxdur. Sultan razılıq versə elə bir dənə cümlədir. Baş cümlədə var. Bu qışı Qarabağda qalar, yazda Diyarbəkirə qayıdardıq. Burada qalar və qayıdardıq sözlər həmcizdir. Amma baş cümlədə var da, bu həmciz. Budaq cümlədə yoxdur ki. Hangi cevənin? Baş cümlədəki təsvir halı söz zaman zərfliyi kimi işlənmişdir. Qışı sözü zaman zərfliyidir burada. Cümlədə mübtədası müəyyən şəxsi cümlədir. Baş cümlə mübtədası müəyyən şəxsi cümlədir. Bu qışı Qarabağda qalar, yazda Diyarbəkirə qayıdardı. Burada ıq şəxs şəkilsinə görə mən biz sözünü bərpa edə bilirəm. Ona görə müəyyən şəxsi cümlə olur və mübtədasız olur. 15. Tabeli mürəkkəb cümlə hansıdır? Tədbirə gecikmişdir. Əvvəl bir şey tələb edəm. Tədbirə gecikmişdir. Nöqtə. Rəsm hissə bitmiş, konsert başlamış. Yəni burada ortada nöqtə qoysam heç bir fərq eləmir. Yəni intonasiya pozulmur. Şəhərli işlərini tez qurtarsaydın, ardını tələb edir. Hava qaranlamış, kəndə yola düşərdi. Ardını tələb elədi, gördük ki. Elbəy dərslərini oxudu. Ben nöqtə qoyuram. Heç bir fərqi, intonasiyaya baxsaq əslində tamam, heç bir bilməz. Elməy dərslərini oxudu. Oqtay dərsdən saat 7-də gəlməli idi.
O ərzini yuyub saçlarını daradı. Bu ümumiyyətlə sadə cümlədir. Bu heç əlaqəsiz yoxdur. Yəni mürəkkəb cümlənin əlaqəsi yoxdur. Bunlar amma tabiiz mürəkkəb cümlədir. Sonra 16. Hansı formada olan tabiiz mürəkkəb cümlədə baş cümlə, budaq cümlədən əvvəl işlənər? Birinci baş gəlsin, sonra budaq cümlə gəlsin. Bir şərtlə bir fe'l, bir də ki ilə olanda baş cümlə birinci gələcək, sonra budaq cümlə gələcək. İndiçi olanda budaq birinci olur, sasi olanda budaq birinci olur, əgər olanda sasi olanda budaq olur, madam ki olanda budaq olur. Məsələn, deyim ki, bir şərtlə işlərini görsən, yox. Yəni, bir şərtlə, məsələn, həyətə gedə bilərsən, virgül, dərslərini oxusan. Burada baş cümlə birinci olacaq. Sonra ki ilə olanda da həmçinin mən bilirəm ki, baş cümlə birincidir. 17. Verilmiş tabiri mürəkkəb cümlə ilə bağlı fikirlərdən biri səhvdir. Belə bir mənzərəni görmək Nəriman üçün nə qədər ağır olsa da yenə də nəzərini çəkə bilmirdi. Da plus da ilə bağlanır. Deməli nədir? Budaq cümlə birinci gəlib, baş cümlə sonra gəlib. Elə düz, həminə səhv istəyir. Onda deyil, sadə cümləyə çevirmək mümkün deyil. Sadə cümləyə çevirmək mümkün olmaq, bir də mümkün olmamaq məsələsi var. Əgər cümlə təkcə sasə ilə bağlanırsa, burada da olmasaydı, onda deyəcəyim ki, həmin cümlə şərt əlaqəli tabiir mürəkkəb cümlədir və sadəyə çevirmək mümkün deyil. Biz şərt şəklini keçən nə demişdik? Şərt şəklində cümlədə xəbəri olanda sadəcə tabiri mürəkkəb cümlənin aslı tərəfində olur. Düzdür, sasən. Şərt şəklini keçəndə demişdik. Sadəcə tabiri mürəkkəb cümlənin aslı tərəfində olur deyə mən həmin cümləni sadələşdirə bilmirəm. Çünki gərək onda bu sağ olanı gətirim əsas fe'lə qoyuyorum. O da şərt şəkli heç vaxt əsas fe'ldə ola bilmir, axı həmişə köməkçidə olur. Tabiri mürəkkəb cümlənin xəbərində işlənir, baş cümlədə işlənə bilmir. Sadə cümlədə işlənə bilmir. Amma yox, burada dadə var deyə bu olur, tabiri mürəkkəb cümlənin növü dəyişir. Qarşılaşdırma əlaqəli tabiri mürəkkəb cümlə olur. Səhvləməz. Düz yadımda qalsa. Bu cümləni də mən sadələşdirə bilərəm. Amma təkcə sağ olsa sadələşdirə bilmərəm. Ona görə bu səhv olur. Yəni da var deyə səhv olur. Amma da olmasaydı düz olacaqdı. Budaq cümlə baş cümləyə bağlayıcı söz və sasə ilə bağlanıb. Bağlayıcı sözdə nə qədər söz var? Burada sasə var. Bir də ədat düz. Bu dadə ədat bağlayıcı deyil. Bir də burada yeganə, bayaq dediyim qayda, yeganə ədatdır ki, yəni bu cümlə tipi də, bu tipdə cümlələr verilirsə və deyilsə ki, hansı cümlədə məsələn ədatı cümlədən çıxarmaq olmur. Ədat cümlədən çıxarılanda biz nə demişdik? Normalda heç bir təsir gücü, sadəcə təsir gücü azalır da, məsələn intonasiyası aşağı düşür. Amma normalda heç bir qaydada dəyişiklik baş vermir. Amma bu tipli cümlələrdə mən dadəni çıxarsam, tabiri mürəkkəb cümlənin növü dəyişir deyə, bayaq variantı izahinin dediyim qayda. Tabiri mürəkkəb cümlənin növü dəyişir deyə mən burada ədata çıxarda bilmərəm cümlədə. Budaq cümlənin xəbəri fe'lin şərt, baş cümlənin xəbəri isə fe'lin xəbər şəklindədir. Düz. Şərtdə bu da xəbər. Xəbərdəki zaman şəklisi var deyə. Baş cümlə nəqlidir, bəli nəqlidir. 18. Hərgah bu iş baş tutması ilə indi açıb baxmaq ehtiyac yoxdur. Sasə ilə bağlanıb, hərgah bağlayıcısı var. Baş cümlə xəbəri frazoloji birləşmə ilə işlənmişdir. Açıb ağartmağa ehtiyac yoxdur. Olar, bəli, düzdür. Sonra. Budaq cümlə baş cümlədən əvvəl işlənmişdir. Bu düzdür. Bu niyə səhvdir? Bunu bir dəqiqə qaydaram. Bu birinci budaqdır, bu heç. Sonra başdır. Budaq olmasının səbəbi nədir? Sahənin gəlib ona görə. Bu heç. Baş cümlənin xəbəri frazoloji birləşməyinə işlənmişdir. Həm burada yoxdur söz var. Demişdik axı, var, yox, lazım, gərək, mümkün, bəs tipli sözlər müstəqil şəkildə xəbər olurlar.
Ona görə müstəqil şəkildə xəbər olacaq. Ehtiyac yoxdurdan bir yerdəsin. Belə baxanda ehtiyac yoxdur bir yerdə olmalıdır. Çünki yoxdur, nə yoxdur ehtiyac demək olmur, axı məntiqsiz gəlir. Ehtiyac yoxdur, nəyə ehtiyac yoxdur? Açıb ağartmağa. Bu şəkildə təhlil bilərəm. Onda açıb ağartmaq şeydir. Frazoji birləşmənin tamamlıq mövqeyindədir. Ehtiyac yoxdur da bir yerdə xəbərdir. Deməli, ehtiyac yoxdur frazoji birləşmə olmur. Budaq cümlənin xəbərini sual vermək olmur. Budaq cümlənin xəbərini sual vermək olmur. Niyə olmasın ki? Burada budaq cümlənin baş tutmaq var. Budaq cümlənin xəbəri frazoji birləşməni ifadə olunub, baş cümlənin yox. Budaq cümlənin xəbərini sual vermək olmur. Olur. Budaq cümlənin ümumi şəxsli müxtəsər cümlədir. Baş tutmasa nə iş? Müəyyən şəxsli cümlədir. Müxtəsər deyil. Hansı iş? Bu iş. Tam təyin var deyə müxtəsər olmur. Budaq cümlə baş cümləyə bağlayıcı sözlə bağlanmışdır. Bağlayıcı sözlə yox, fasə ilə bağlanıb. 19. Aşağıdakı cümlə haqqında qeyd olunan fikirlərdən hansı doğrudur? Qar ağacların budaqlarını, evlərin damlarını elə örtmüşdü ki, sanki hər tərəf ağ yorğana bələnmişdi. Nə istəyir mənim? Doğru fikir istəyir. Doğru fikir tabiri mürəkkəb cümlədir. Qeyri-müəyyən şəxsi geniş cümlədir. Yox, nə anlayır? Tabiri mürəkkəb cümlədir. Tabiri mürəkkəb cümlədə sizə qeyri-müəyyən şəxsi geniş cümlədə anlayışı verə bilməz. Deyə bilər ki, məsələn, budaq cümlə qeyri-müəyyən şəxsi geniş cümlədir və ya da baş cümlə deyə bilər. Əgər bu tipdə verirsə, deməli səhv. Bu normalda bu D variantındakı kimi cümlə quruluşu sadə cümləyə aid olur. Mürəkkəb cümlə olsa, onsuz ki, sənə deyir, məsələn, cümlənin baş cümlə və ya da budaq cümlə anlayışını işlədir burada. Şəxsi geniş cümlədir. Bu da heç bir sadə cümlə. Zaman əlaqənin tabesini alacaq. Sadə, geniş, müxtəsər, sadə deyil, mürəkkəb cümlə. 20. İllər nə qədər tez ötüb keçsə də, yaxşılıq heç vaxt unudulmur. Sasə düz dal var. Deməli, nədir? Budaq birincidir, ikinci baş gəlir. Deməli, məndən səhv fikir istəyir. Birinci budaq gəlib, sonra baş gəlir deyə, elə olur D variantı. Baş cümlə və budaq cümlə sonra gəlib, yox. D variantı düzdür, budaq cümlə əvvəl gəlib, sonra baş cümlə gəlib, budaq cümlə xəbərin feilin şərt, baş cümlə xəbər isə feilin xəbər şəklindədir. Unudulmur. Zaman var. Deməli, xəbər şəklindədir. Burada da sasə var, şərtdir. Baş cümlə nəqlidir. Bəli, nəqlidir. Budaq cümlə baş cümləyə bağlayıcı söz. Nə qədər söz var? Bir də sasə bir ustad düz. 21. Hansı tabir mürəkkəb cümlənin baş cümləsinin xəbəri suala cavab vermir? Hansı tabir mürəkkəb cümlənin baş cümləsinin xəbəri suala cavab vermir? Nə demişdinsə, sasə ilə bağlanır. Deməli, baş cümlə ikincidir. Doğru çıxmaqda suala cavab verir. Suala cavab verməyən iki dənədir. Ya sual əvəzi olmalıdır, ya da bayaq dediyim kimi, var, yox, lazım, gərək, mümkün, bəsli sözlər olmalıdır. Kim gəldiyimizi zəhmətlə çəkirsə, sasə var, deməli, baş cümlə ikincidir. Burada peşman olmaq sözü suala cavab verir. Elələri var ki, bu peşəni sevmirlər. Elələri sözü əvəzli qəlibdir. İşarə əvəzlidir. İşarə əvəzində də əvəzli qəlib olurlar. Deməli, işarə əvəzlik var deyə, əvəzlik qəlibdir deyə, əvəzlik qəlib də baş cümlədə işlənir. Birinci baş cümlə gəlib, ikinci budaq cümlə gəlib. Mənə nə deyir? Baş cümlənin sualı cavab verməsin. Burada da var sözü var. Vardakı sualı cavab vermə olur C variantı. Düşündükcə mənə bəlli oldu ki, xəstəliyin əlaməti məndə lap 12-13 yaşlarında var idi. Burada baş cümlə birincidir, budaq cümlə ikincidir. Budaq cümlə suala cavab vermədən, budaq cümlənin xəbərini daxil suala cavab vermədən xəbər olur, amma baş cümlənin yox. Ürəyin narazı oldusa, zəhərdən bürüzə vermədi. Burada da hamısı suala cavab verir. 22. Hansı mürəkkəb cümlədə? Hansı mürəkkəb cümlədə budaq cümlə qeyri-müəyyən şəxslidir? Budaq cümlə qeyri-müəyyən şəxslidir. Kəndə o vaxt çatdılar ki, nə vaxt, nə zaman? Bax, kəndə çatanda iş işdən keçmişdir. Kəndə o vaxt çatanda iş işdən keçib.
uyğun gəlmir ki, hamısını çıxardım cümlədən. Yəni o vaxt çatdılar ki, iş işdən keçib. Burada birinci baş cümlədir. Sonra budaq. Burada da baş cümlənin xəbəri qeyri-müəyyən şəxslidir. Deyirlər ki, bu il qış sərt keçəcək. Deyirlər ki, nəyi bu il qışın sərt keçəcəyini. Burada da deyirlər ki, deyəndə bu il qış sərt keçəcək, uyğunlaşmır deyə. Birinci baş cümlədir. Baş cümlədə qeyri-müəyyən şəxsli olsa da budaq cümlə qeyri-müəyyən şəxsli deyil. Nə qədər demişdilər, o qədər aldım. Nə qədər, nə idi? Sual əvəzliyi. Sual əvəzliyi nə olurdu? Bağlayıcı söz. Bağlayıcı söz olan cümlə nə olurdu? Budaq cümlə. Budaq cümlə nə qədər demişdilər. Kim? Onlar. Onlar deyəndə nə olurdu? Onlar sualını verəndə nə olurdu? Qeyri-müəyyən şəxsli cümlə olurdu. Adamlar buraya gələndə hələ tələsirdilərsə, burada sayəsidir, budaq cümlə birincidir. Üçüncü şəxslədir xəbəri. Amma mən bunu niyə götürməyəcəm? Çünki suala cavab verir. Tələşirdilər. Deyim adamlar. Mübtədası var. Deməli çıxıram. Coşqunu bir həftə gəzintiyə göndərdilər. Ona görə ki, burada baş cümlə birincidir, sonra budaq cümlədir. Ona görə bu da alınmır. Çünki baş cümlə üçüncü şəxsdədir, budaq cümlə. Amma müəyyən şəxsli cümlədir. Mənə də qeyri-müəyyən şəxsli cümlə lazım idi. Ona görə C variantı. 23. Budaq cümləsi qeyri-müəyyən şəxsli cümlə şəklində olan tabeli mürəkkəb cümləni müəyyən edir. Budaq cümləsi qeyri-müəyyən şəxsli cümlə şəklində olan. Elə dəhşətlər törədiblər ki, həyin əlaqəli budaq cümlədir. Burada deməli birinci baş cümlə olacaq. Anda ilə əvəz eləyə bilmirəm bunu. Elə dəhşətlər törədəndə heç vaxt unudulmayacaq deyə bilmirəm. Deməli birinci baş cümlədir, sonra budaq. Mənə nə deyir? Budaq cümləsi qeyri-müəyyən şəxs heç vaxt unudulmayacaq və bağışlanmayacaq. Bu cümlə ümumi şəxsli cümlədir. Mənə də qeyri-müəyyən lazımdır. Çünki heç vaxt unudulmayacaq və bağışlanmayacaq hamıya aiddir. Yəni düşmənlər bilirlər ki, düşmənlər biləndə biz hansı yolla olur olsun torpaqlarımızı qaytaracağıq, uyğun gəldi. Deməli birinci başdır, sonra budaqdır. Birinci baş. Birinci başdır, sonra budaqdır. Deməli nə deyir? Budaq cümləsi. Biz hansı yolla olur olsun torpaqlarımızı qaytaracağıq. Qaytaracağıq kim? Biz. Mübtədası müəyyəndir, deməli müəyyən şəxsdir. Artıq başa düşürlər ki, xalqın səbri tükənib. Artıq başa düşəndə xalqın səbri tükənib deyə bilməm. Deməli burada da birinci baş olacaq. Sonra budaq olacaq. Xalqın səbri tükənib. Tükənib nə? Xalqın səbri. Mübtədası var. Deməli müəyyən şəxsli cümlə. Elə danışırlar ki, güya bütün bu olanlardan xəbərdar olmayıblar. Elə danışırlar ki, necə? Baş cümlədir. İkinci də budaq cümlə. Elə danışanlar güya bütün bunlardan xəbəri olmayacaq deyə bilmirəm. Ona görə birinci başdır, sonra budaq. Birinci baş sonra budaqdır. Güya bütün bunlardan xəbərdar olmayıblar. Xəbərdar olmayıblar ki, onlar bilinməyəndir. Qeyri-müəyyən bir insanlar. Deməli, D variantı. Mənə lazım idi ki, budaq cümləsi qeyri-müəyyən şəxsli cümlə olsun. İnanıram ki, gec-tez haqq səsimizi dünyada eşidiləcək. Birinci başdır, burada da. İkinci budaqdır. Amma ki, budaq cümlə gec-tez haqq səsimiz dünyada eşidiləcək. Burada eşidiləcək nə? Haqq səsimiz. Müəyyən şəxsli cümlə deyə çıxıram. 24. Hansı tabeli mürəkkəb cümlədə budaq cümlə baş cümlədən əvvəl işlənmişdir? Birinci budaq olsun, sonra baş olsun. Birinci budaq olsun, sonra baş cümlə gəlsin. Yağış təzəcə kəsmişdi ki, zaman əlaqəsi birinci budaqdır, sonra başdır. Dəyişdirirəm. Yağış təzəcə kəsəndə ana qaranquş yuvadan uçub yeni axtarışına çıxdı. Yağış kəsəndə təzəcə sözünə çıxıram. Təzəcə yenicə tipli sözdə bu arada
Zamanı əlaqəsində olur. Çox vaxtı budaq cümlədə gəlir. Çox vaxtı. Həmişə yox, çox vaxt. Olur da o variant. Rəis əmr etmişdi ki, rəis əmr edəndə ikinci qurğudakı işlər müvəqqəti dayandırılsın. Deyə bilmirəm. Deməli, başlı birinci. Kənd tanıyıram ki, kənd tanıyanda hələ asfalt yoxdur. Uyğunlar. İlk dəfə idi ki, burada ümumiyyətlə andan işlədə bilmirəm. Vəziyyət belədir ki, burada da andan işlədə bilmirəm. Andan işlədə bilirəmsə olur da. 25. Mənə haqqında hansı fikir doğrudur? Anama demişəm, mənə azalsın. Onu çalın, dərdim qəlbim azalsın. Nə deyil mənə burada? Hər kimsə tabiri mürəkkəb cümlə şəklindədir. Anama demişəm ki, artıra bilirəm. Deməli, nədir? Tabiri mürəkkəb cümlə. Birinci baş cümlədir, sonra budaq cümlə. Onu çalım ki, yenə. Birinci baş cümlədir, ikinci budaq cümlə. Hər ikimizə tabiri mürəkkəb cümlə şəklindədir, bəli. Düz A var. Birinci misrada cümlələr şəxsi cümlədir. Demişəm kimi, anamı. Kim? Mən. Mən. Mən nədir? Birinci şəxs. Deməli, müəyyən şəxsi cümlədir. Şəxsi cümlə nə olur? Bu deməli səhvdir. Hər iki misra tabirsiz mürəkkəb cümlə şəklindədir. Tabirsiz yox, tabirli. Bayaq dedik. İkinci misra tabir mürəkkəb cümlədir. İkinci misra sadə cümlədir. Yox. Tabirli mürəkkəb cümlə olur. Hər iki misra sadə cümlə şəklindədir. Yox. 26. Tabir mürəkkəb cümlə haqqında səhv fikir müəyyənləşdirin. O gün ki aləmə yayıldı şöylən, dağlar öz donundan lalədən biçdi. Öz donunu lalədən biçdi. Nə deyir səhv fikir? Həm budaq, həm baş cümlə fe'li xəbərli cümlədir. Aləmə yayıldı. Ne etdi? Yayıldı. Ne etdi? Aləmə yayıldı. Ne etdi? Biçdi. Hər ikisi fe'li xəbərli. Düzdür. Xəminə uyğundur. O günkü sözü var. Eğer cümlədə bu ki işlənməsəydi, o gün olsaydı, məsələn, o gün aləmə yayıldı şöyle. Onda mən bu o gün sözünün əvəzi gəlib deyəsiydim. Sonra bu cümlədə baş cümlə birinci gələsiydi. Sonra budaq gələsiydi. Burada ki'nin işlənib deyə. O gün ki'dir. Ki vardı ya, bu olur bütöv bağlayıcı söz. Bütöv. Ona görə birinci budaq gəlir, sonra baş gəlir. Dəyişir cümlənin quruluşu. Bir dənə ki cümlənin hər şeyini dəyişdi. Ona görə B variantdadır. Budaq cümlə baş cümlə bağlayıcı sözlə bağlanmışdır. Bəli, o günkü bağlayıcı söz. Baş və budaq cümlənin xəbəri məlum növdə xəbər şəklindədir. Aləmə yayıldı. Nə? Şöyle. Dağlar öz donunu lalədən biçdi. Neydi biçdi? Nə dağlar? Yox, baş və budaq cümlə xəbəri məlum növdədir deyil. Biçdi məlum növdədir, xəbər şəklindədir. Amma aləmə yayıldı, məlum növdə deyil. Burada yaymaq sözü var, yaymaqdan yayılmaq var. Qayda işləmin şəkilçisidir burada. Məlum növ deyil. Şəkilçi varsa, məlum növ ola bilməz heç. Həm baş, həm budaq cümlə müəyyən şəxsi cümlədir. O da bəli, müəyyən şəxsi tutarları var. Cümlə haqqında yanlış fikir müəyyənləşdirin. Deyərəm, əyli yolunuzda da düz yazar. Daha bir da var. Deməli, nədir? Birinci baş cümlə gəlir, birinci budaq cümlə gəlir, ikinci baş cümlə gəlir. Budaq cümlə baş cümlədən əvvəl işlənmişdir. Düz. Cümlələr bir-birinə sağ şəkildə da hədəfi ilə bağlanır. Düz. Budaq cümlə müəyyən şəxsi cümlədir. Yolunuzda da nə? Qələm. Müəyyən şəxsi. Düz. Həm baş, həm budaq cümlə nəqli cümlədir. Olar. Baş cümlə şəxsizdir. Niyə olur ki? Şəxsiz deyil. Düz yazar. Nə? O.
Eğer şəxsi cümlə olsaydı, mən ona sual verə bilməzdim. Kim anlayışını verə bilməzdim. Məsələn, axşamdır. Axşamdır sözünə kim sualını verə bilirsən? Yox. Nə? Ya da hara sualını verə bilirsən? Yox. Çünki şəxsi cümlədir. Şəxsi cümlədə ümumiyyətlə kim, nə, hara sualını tələb edə bilmir. Bu cümlədə düz yazar. Nə, o deyə bilirsən. Sonra 28. Abi məktəb cümlələri müəyyənləşdirin. Sən də bizim şəhərə gələndə mütləq mənim qonağım olmalısan. Burada məktəb cümlə yoxdur ümumiyyətlə. Uzun müddət davam edən və dağıdıcı qüvvəyə malik olan küləyə qasırğa deyilir. Bu da fikir verirsiniz ki, davam edən və dağıdıcı qüvvəyə malik olan fiili sifət tərkibidir, həmçinin sözcük. Müstəsna çıxış edir. Burada da yoxdur ümumiyyətlə mürəkkəb cümlə. Keçən il bu vaxtda neçə şagirdimiz var idisə, bax sayla bağlantı deməli tabelidir. O yerdə ki, o yerdə ki var. Bayaq nə dedik? O yerdə olsa əvəzi qəlib olacaq, o yerdəki bağlayıcı söz. Deməli 4 düz. Tabeli mürəkkəb cümlədir. Oradakı oddur, kürədir, yandırıb yaxır. Buradakı məlhəmdir, dərmandır. Yox, tabeli mürəkkəb cümlə deyil. Nə qədər Fəxrəddin bəy gəlməmişdi və nə qədər var? Bağlayıcı söz işləm. Deməli, tabeli mürəkkəb cümlədir. 3, 4, 6, 9. İkinci budaq gəlsin, sonra baş gəlsin. 2 addım atmamışdı ki, 2 addım atmamış ayağa sürüşdü. Deyə bilirəm. Deməli, birinci budaq gəlir, sonra baş gəlir. İyi götürəcəm. Məzuniyyət onda şirin olar ki, hər işini açıqlamasını bitirəsən. Məzuniyyət onda şirin olanda hər işini açıqlamasını bitirəsən, uyğun gəlmir. Anda yenə bəzərdim, olmadı. Deməli, birinci baş gəlir, sonra budaq gəlir. Mənə lazımdır ki, birinci budaq gəlsin. Mən onda qol çəkərəm ki, mən onda qol çəkəndə hər şey məhv edib, təhvil verib yanıma gələsən, uyğun olar. Qulluqçu hələ qəhvə gətirməmişdi ki, Səttarxan çay girdi. Qulluqçu hələ qəhvə gətirməmiş, Səttarxan içəri girdi. Uyğunlaşır. Bayaq dedik. Beli bağlama şəkilsi varsa, üstünə andana artırmalıdır. İndi bax bir uyğunlaşacaqmı ya yox? O qədər keçməmiş ki, Rəhim xanım atlıları hücuma şiddətləndirdilər. O qədər keçməmiş, Rəhim xanım atlıları hücumu şiddətləndirdilər. Deyə bilirəm. Deməli, 5 ilə götürək. Onda ayrıldılar ki, Ədəbiyyat Fakültəsinin dekanı onun yanında dayanmışdı. Onda ayrılanda Ədəbiyyat Fakültəsinin dekanı onun yanında dayanmışdı. Uyğunlaşma. 1, 4, 5. 30. Ağabacı ona görə bu sözləri bərkdən deyildi ki, Əminə xanım eşitsin cümləsi haqqında doğru fikirləri müəyyənləşdirin. Cümlə sxeminə uyğundur. Ağabacı ona görə bu sözləri bərkdən deyəndə Əminə xala eşitsin. Uyğun gəlmir. Deməli, birinci başdır, sonra budaq. Bir səhv. Cümlələr bağlayıcı vasitə ilə əlaqə eləmişdir. Ki ilə əlaqə eləmişdir. Bəli. Baş cümlənin xəbəri feilin xəbər. Baş cümlənin xəbəri feilin xəbər. Deyirdi. Zaman var. Deməli, xəbəri düzdür. Baş cümlənin xəbəri feilin əmr. Eşitsin əmrdir, düzdür. İşlədir. Baş cümlə müəyyən şəxsi, budaq cümlə isə qeyri-müəyyən şəxsi cümlədir. Eşitsin kim Əminə xanım, deyirdi kim Ağabacı. Hər ikisi müəyyən şəxsi cümlədir. Çıxıram bunu. 2-nin 3 daha doğrusu. Cümlə haqqında fikirlərdən hansı doğrudur? Briqadanın ən mühüm şərtlərindən biri budur ki, gərək üzvlərin heç biri sirrini gizlətməsin. Nə deyir burada? Doğru. Budaq cümlə ismi xəbərlidir. Briqadanın ən mühüm şərtlərindən biri budur ki, nədir? Xəbər əlaqəli tabeli mürəkkəb cümlədir. Birinci başdır, sonra budaqdır. Budaq cümlə ismi xəbərlidir. Yox, feili xəbərlidir. Gizlətməsin. Baş cümlənin xəbəri ismi xəbərlidir. Sıra. Budaq cümlənin mübtədası söz birləşməsini ifadə olunur. Budur, nə briqadanın ən mühüm şərtlərindən biri. Hamısı mübtədadır bir yerdə.
Deməli 2 düz. Baş cümlə xəbəri əmr şəklindədir. Gizlətməsin. Əmr şəklindədir. Bəli. Düz. Bu baş cümlədir. Budur. Xəbəri burada ismi xəbərdir. İsmi xəbəri mən necə əmr şəklində verə bilərəm? Baş cümlə mübtəda ilə xəbərdən ibarətdir. Bəli. Budur. Nə? Briqada ayrı şərtlərindən biri. Budaq cümlə xəbəri işarə əvəzliyidir. Budaq cümlənin yox, baş cümlə xəbəri işarə əvəzliyidir. Budaq cümlə xəbəri feildir. 2 ilə 4.